Salam əzizlərim. Bəzi cəmiyyətlərdə çox xoşa gəlməz bir davranışın, xüsusiyyətin şahidi olmuşam. Belə ki, insanlar sizinlə tanışdıqları zaman çox gözəl münasibət göstərirlər, sevgi yağışına tuturlar. Yəni, sevgi bombardımanı edirlər. Onun nə qədər gözəl, nə qədər ürək yandıran, nə qədər dəyərli, ağıllı biri olduğunu görürsünüz. İlahi, bu nə qədər mehribandır, nə qədər fədakardır, nə qədər xoş xüsusiyyətləri var, nə qədər mənə qayğı göstərir, deyə sevinirsiniz. Axır ki, tapdım. Həyatımın bəyini tapdım, həyatımın xanımını tapdım, həyatımın rəfiqəsini tapdım, həyatımın dostunu tapdım deyə fikirləşirsiniz. Və sonra nə olur? Yavaşca sizin o həzz aldığınız, o aramlıq hüzur tapdığınız, özünüzü göylərdə hiss elədiyiniz zaman sizə qarşı öz soyuqluğunu, etinasızlığını işə salır. Yazarsız cavab verməz, gec baxar. Soyuq cavab verər, qısa cavab verər, donuq cavab verər və o soyuqluğu sizi hiss elətdirər. Artıq sizi asılı elədiyi sevgi və məhəbbətdən sizi məhrum buraxıb. Təəccübə düşərsiniz, deyirsiniz, görsən məndə günah var. Mən buna neynədim, nə oldu, kim nə dedi? Beyninizə min cür fikir gələr. Yazarsınız, cavab verməz, soyuq cavab verər. Deyirsiniz, yox, nə olur? O heç nə olmayıb, heç bir şey olmayıb. Hər şey qaydasındadır. Şişirdirsən, özündən nəsə çıxardırsan. Elə bir şey yoxdur. Sonra bilirsiniz nə olar? Siz onun bu hərəkətlərindən əsəbləşərsiniz, narahat olarsınız, özünüzü hüzursuz, nigaran, boşluqda hiss eləyərsiniz. Və axırı ona öz etirazınızı ciddi şəkildə bildirərsiniz. Adam başlayır sizi günahlandırmalı. Dediyiniz sözlərə görə, etirazınıza görə, hərəkətinizə görə. Biraz da yavaş-yavaş indiyə qədər sizi sevgiyə boğduğunuz zaman sizdən gördüyü mənfi xüsusiyyətləri bildiyi üçün, ürəyinizi ona açdığınız üçün, sirlərinizi dediyiniz üçün sizi həmin yerlərdən vurar. Və siz özünüzü günahkar hiss eləyərsiniz. Alçalmış, dəyərsiz, bacarıqsız, yetərsiz hiss eləyərsiniz. Bunlar iki cürdür. Bəziləri elə burada sizi buraxıb gedərlər və sizin çırpınmağınızdan həzz alarlar. Bəziləri isə yox, sizi daimi ov kimi saxlayarlar. Siz onun tələsindəsiz axı. Daimi tələsində qalarsınız. Neyniyərlər? Yenə sizə sevgilərini göstərərlər. Məhəbbətlərindən bir damcı verərlər. Siz yenə asılı olarsınız o şirinliyə. Yenə sizə soyuqluq göstərərlər. Yavaş-yavaş alçaldarlar və bağlı hala gələrsiniz. Sizə hər nə qədər alçatdıqları zaman elə ki görərlər ki, biraz nigaransız, biraz o sevgidən sizə verərlər. Həmişəlik bu adamın ovuna çevrilərsiniz. Ehtiyatda olun. Vampirlərdən uzaq qalın. Oldu mu?